Bəli, bizi dinləyən hər kəsə salamlayıram. Qarşıda mənəm Məmməd Otural və bu gün artıq informatikanın ən vacib mövzusu olan və gələcəkdə sizin ən çox üzərində dayanmalı olduğunuz hissə olan proqramlaşdırmanın ən vacib hissəsi məhz Python öyrənirik. Qeyd edeyim ki, Python niyə bu qədər vacib mövzudur? Təkcə imtahanda sizə 8 suala cavablanmağa kömək elədiyi üçün yox. Hansı ki, bu 8 sualın ikisi qapalı, üzr istəyirəm, açıq. Qalan 6 isə qapalı sualdır. Qapalı suallar 3 baldan 6-sını hesablayın, 18 bal. 2 dənə də 6 ballıq, 12 bal. 30 bal. O demək ki, 30 ballı sizə məhz Python verir. Pythonu yaxşı öyrənəndə açıq suallar var, hansı ki, biraz çətinlik çəkirsiniz, algoritmdə qurmaqda. Ona ən asan yollarından biri Pythonu yaxşı öyrənəndən sonra əvvəlcə Pythonda qurmaq, sonra Pythonu algoritmə çevirmək. Bu da çox asandır. Həm algoritmi Pythona çevirmək asandır, həm də Python algoritmə çevirmək çox asandır. Bu belə. İkinci məsələ. Python dünyada ən çox sizə pul qazandıra biləcək prinsipial obyektlərdən biridir. Niyə? Dünyanın ən varlı adamı kim uşaqlar? Elon Musk. Elon Musk'dır. Dünyanın ən varlı adamı nəyə almaq üçün borc alıb, bilirsiniz? Twitter alıb, X eləyib adını və bunun üçün o səhv eləmirəmsə, yox, əmin deyiləm, ədəd indi yadımdan çıxdı. Normalda mən araşdırmışam uşaqları deyəndə. Nəysə. Bir xeyli borc götürüb bankdan və ondan sonra həmin o proqramı alıb. Sizə sual edirəm. Sizcə Twitter daha bahalı proqramdır, yoxsa Instagram? Əlbəttə ki, Instagram Twitterdən daha bahalıdır. Çünki həm istifadə sayısı daha çoxdur, həm video məzmunlar daha genişdir və s. Və ümumiyyətlə reklam baxımından da daha sərfəlidir. Reklam, əgər bir sayt reklam eləyə bilirsə, deməli o sayt nə elətdirir? Daha çox pul qazandırır. Daha çox pul qazandıran sayt daha bahalı saytdır. Bu səbəbdən Instagram həm insanlara pul qazandıran, həm də özü çox baha olan bir saytdır. Və düşünsəz ki, Twitter o qiymətə alınıb və Instagram ondan daha dəyərlidir. Siz Instagramın qiymətini düşünün. Və Facebookda onlardan sonra üçüncü gələndir, ən məşhurlardan biridir. Və Facebookun qiyməti üzərinə əlavə edin. Və bu iki proqram ikisi də Pythonda yaradılır. 2. Süni intellekt. Əsas dil modellərindən biri Pythondır. 3. Bayraktar, İHA və SİHAlar. Bilirsiniz nədir bayraktar? Onlar Python üzərində işləyir. Harada bilirəm? Mənim TÜK sektorunda tələbəm, min atası, Bayraktarın Azərbaycandakı proqramisti idi, liseydə. Və o mənə belə bir cümlə işlətdi ki, mən bilmirdim ona qədər. Dedi ki, mən təəccübləyəm ki, siz 5-ci sinifləri Python keçirsiniz. Çünki biz Pythonla o Bayraktarların kodlarını yazırıq. Başa düşürsünüz, indi Python nə qədər vacibdir. Azərbaycanda çox tələbat olan bir eyni zamanda proqramdır. Hər şey eləyə bilir. Oyunda yarada bilirsiniz, proqramda, applicationda yarada bilirsiniz. Hətta backend-də yarada bilirsiniz şeydə. Söhbət saytlardan gedir. Bunların hamısını burada eləmək olur. O baxımdan çox geniş bir saytdır. Proqramlaşdırma dilidir. Biraz sürəti C++-dan yavaşdır, amma öyrənmək daha asandır, tətbiq etmək daha asandır. Yəni siz yarışa edəcəksinizsə, yarışda sizi Python udurmayacaq. Çünki sürəti zəifdir. C++ öyrənməlisiniz. Amma real pul qazanmaq istəyirsinizsə, bu zaman hər zaman Python daha yaxşıdır. Çünki tətbiq sahələri daha genişdir və daha məşhur və daha yeni proqramdır, belə deyim. Yaxşı, indi bəs bu Python dediyimiz anlayışın özündə ən əsas şeylər nələrdir? Ən əsas şeylər şu olaraq dəyişənlərdir. Ümumiyyətlə, riyaziyyatda da belədir. Hər şey dəyişənlərin üzərində qurulur. Dəyişənlə sabitin nə fərqi var, kim deyər? Dəyişən o dəyərlərdir ki, onun qiyməti sabit deyil, dəyişkəndir. Bir də sabitlər var, onları konstant da deyirlər. Onlar həmişə sabit qalır. Məsələn, 3, 5, 7 və s. Bunlar konstantdır. A, B və s. bunlar isə dəyişənlərdir. Dəyişənin adı haqqında danışacağıq, amma əvvəldən deyim ki, Pythonda yazdığınız, ümumiyyətlə proqramlaşdırmada yazdığınız hər bir hərf, hər bir söz koda nə edir? Təsir edir. Bəs yaxşı, mən hər hansı yazdığım koda necə izafə edə bilərəm ki, koda təsir eləməsin? Bunu eləmək üçün DS adlandırılan işarədən istifadə olunur. Məsələn, kodu yazdın, A bərabərdir hər hansı bir kod. Ondan sonra DS qoyub istədiyin şey yaza bilərsən. O DS-dən sonra yazdıqlarının koda heç bir əlaqəsi yoxdur və təsir də göstərməyəcək. Bu DS idi. Və kodda bir yazı gizləsən, o DS-i qoyub yazırlar. Bəli. Və bir kodda print ən vacib şeylərdən ikincisidir, ən vaciblərdən biridir. Print nə edir? Bizim o çıxış blokumuz var idi, parallelogram. Onu print əvəz edir. Print necə yazılır? Balaca hərfdən print və mötərizə. Birazdan onu sizə göstərəcəm. Və orada hər şey məhz mötərizənin içində yazılaraq çapa göndərilir. Qeyd edeyim ki, imtahanda printi yazmaq 100% lazım deyil, amma yazırıq.
Çünki printin harda yazılmağı koda təsir eləyir, cavaba da təsir eləyir. Print elə yerdə yazarsınız ki, sual düzdür, elə yerdə yazarsınız ki, sual səhvdir. Və Pythonda ən vacib şeylərdən biri odur ki, boşluq. Boşluqlar çox önəmlidir. Bir şeyin bir şeydən sağda olması onun içində olmağı deməkdir. Biz dövr qururduq. Məsələn, mən for dövrünün içində if-i görsəm ki, fordan sağdadır, o deməkdir ki, if harda baş verir? Forun içində baş verir, yəni dövrün içindəki şərtdir. Nəysə, çox uzağa getmək istəmirəm, başlayırıq. İndi dəyişənlər uşaqlar dedim, konstant nədir dedim sizə. İndi istəyirəm ki, onlar haqqında, onların adları haqqında daha ətraflı öyrənək. Dəyişən adında nə istifadə edə bilərsiniz? Əlifbanın, söhbət latin əlifbasından gedir. Böyük hərflərini istifadə edə bilərsiniz, balaca hərflərini istifadə edə bilərsiniz. Əslində başqa əlifbalarını istifadə edə bilərsiniz. Problem yox. Böyük hərflər, balaca hərflər, rəqəmlər işlədə bilərsiniz. Bir də durğu işarələrindən yalnız və yalnız altdan xətt işlədə bilərsiniz. Bundan qeyri heç bir simvolu işlətmək olmaz. Məsələn, nöqtədir, vergüldür, sual işarəsidir, DS-dir, sonra slashlərdir, toplama, çıxma və s. Bunların heç birini dəyişən adına qoymaq olmaz. Dəyişən adında ədəd ola bilər, amma kesikə sualınız. Nədən sonra? Hərfdən sonra, hərfdən əvvəl ədəd ola bilməz. Məsələn, mən A1 yaza bilərəm, amma 1A yaza bilmərəm. Bu zaman işləməyəcək. İndi bunların hamısını sizə göstərəcəm. Və yaxud A bərabərdir 5 yaza bilərəm, böyük A bərabərdir 5 yaza bilərəm. Yəni, dəyişən adında həm balaca hərf ola bilər, həm böyük hərf ola bilər. Amma bir dənə məsələ var ki, balaca A başqa şeydir, böyük A isə başqa şeydir. Sən əgər bilərəkdən A yazırsansa və yalnız bir A-dan istifadə edirsənsə, ya onu hər yerdə balaca yazmalısan, ya da böyük yazmalısan. Bir yerdə balaca, bir yerdə böyük yaza bilməzsən. Amma istəsən onu iki fərqli dəyişən kimi işlədə bilərsənmi? Balaca A-nı başqa, böyük A-nı başqa işlədə bilərsən. Amma bir dəyişən kimi nəzərdə tutub, bir dəfə balaca A-nı, bir dəfə böyük A-nı işlətmək olmaz. Dəyişənin yanında yazılmış bütün sözlər gördüyünüz kimi nəyin içində yazılmalıdır? Dırnağın içində yazılmalı. Ədədləri isə dırnaqda da yazmaq olar, dırnaqsız da yazmaq olar. Amma fərq budur ki, əgər ədədlər dırnaqda yazılırsa elə ədəddir, amma üzr istəyirəm, dırnaqsız yazılırsa elə ədəddir. Amma dırnağın içində yazıramsa onlar artıq ədəd yox, hərflərdir. Hərflərə Pythonda deyirlər str. İndi str nədir və s. onları keçəcəyik. Pythonda dediyim kimi dəyişənlərin 3 əsas tipi var. Bunlardan elə birincisi mən bayaq dediyim str tipli dəyişənlərdir. Str odur ki, orada daxil edədiyiniz hər şey mətindir. Məsələn, A bərabərdir input o deməkdir ki, A dəyişənini daxil elə. Amma mən klaviaturadan A-ya verəcəyim hər şey bir nədir? Hərfdir. Ədəd də versəm, yenə hərfdir. Məsələn, A input o deməkdir ki, A-nı daxil elə, B bərabərdir input o deməkdir ki, B-ni daxil elə, C bərabər A plus B, yəni onların cəmini tap. Print C nə deməkdir? C-ni çap elə. İndi problem burada nədir? Mən A-ya input vermişəm, B-yə də input vermişəm deyə, onlar ikisi də hərfdirlər. O səbəbdən mən A-ya 5, B-yə 6 qiymətini klaviaturadan versəm, bu artıq 5 ilə 6 ədədi yox, 5 ilə 6 hərfidir. Ona görə C dəyişəni A ilə B-ni toplayanda onları ədəd kimi toplamayacaq. Hərf kimi götürüb, sanki necə yazacaq? Yanakı yazacaq. Ona görə cavab olacaq 56. Bunu sizə göstərəcəm. Amma əgər mən B üstə gəl A yazdımsa, o zaman birinci B-nin qiymətini götürəcək. B neçədir? 6. Ondan sonra A-nın qiymətini qoyacaq və cavab olacaq 65. Əgər mən A-nın normal ədəd kimi olmağını istəyirəmsə, inputun qabağına bir int əlavə eləməliyəm. Int integer deməkdir. Integer tam ədəd tipi deməkdir. Mən əgər A bərabərdir int input yazdımsa, A-ya istənilən tam ədədi verə bilərəm. 0, -1, müsbət 5 və s. Amma ancaq necə ədəd verə bilərəm? Tam ədəd verə bilərəm. Natural demək tam deyil. Çünki natural ədədlərin içində mənfi ədədlər yoxdur, amma mən mənfi ədəd verə bilərəm. Amma birdən istəsəm ki, mən 5,5 verim, olacaqmı? Olmayacaq. İndi gəlin bu dediklərimizin hamısını Pythonda icra edək. Bunun üçün uşaqlar, ən asan yol Android telefonu olan adamlarda Pydroid 3 proqramını yükləməkdir. Amma ümumən ən rahat yol online Python işlətməkdir. Online Python üçün elə bura yazırsınız ki, online Pythonda qalmır, düz deyirsən. Amma şeydə qalır. Androiddə. Pydroid 3-də qalır. Pydroid 3-də kodu yazandan sonra orada yadda saxlamaq bölməsi var. Yazır yadda saxla, yaddaşda yer seçirsən, həmin papkada da yadda saxlayıram. Sonra istəyib oradan vərəqləyib kodlara baxa bilirsən. Məsələn, n ədədin cəmi yazdım, yadda saxladı. Gir oradan, n ədədin cəminə bas, n ədədin cəmi kod çıxsın.
Eyni zamanda kompüterdə eləmək olur. Amma kompüterin mühiti məni qadə eləmədiyindən, çünki niyə sətr-sətr yazmaq lazımdır. Problem budur kompüter özündə yazanda. Proqram ki, mən indi Python yükləsəm, məcburam ki, sətr-sətr yazım kompüterə. Bunu eləməmək üçün ən yaxşısı online Pythondur ki, online Pythonda belə problem yoxdur. Hansı ki, sizdə də məhz belə tələb olunacaq, bütöv yazmaq. Ona görə biz elə online Pythonda yazırıq. İndi dediklərimi eləyirəm. N bərabərdir. Birinci inputdan başlayacağam. Input. Sonra n bərabərdir input. Sonra tutaq ki, hər hansı bir v bərabərdir n plus m-ə. Print nə uşaqlar? V. İndi əgər mənə cəm lazımdırsa v yaza bilərəm. Və yaxud da birbaşa ilə n plus m-i nəyin içində yaza bilərəm? Printin içində yaza bilərəm. Hər iki halda düzdür. Bildiniz necə? Həm burada mən v yaza bilərəm. Aytən. Həm də elə birbaşa printin içində belə yaza bilərdim. En üstə gəlin. Yəni bunun bir fərqi yoxdur. Eyni şey. Hər hansı bir orada hərf dəyişənliyi olanda cavab tapacaq. İndi uşaqlar, diqqətiniz mənə. İndi mənə fikir verirsə burada bir boşluq çıxdı, düzdürmü? İndi mən bura bir ədəd verirəm. Məsələn 5. Altdan ikinci ədədi verirəm. 6. Cavab necə çıxdı? 56. Çünki bunlar ədəd yox, hərflər idi. Çünki inputla daxil edilən hər şey hərfdir. İndi fikir verin. Bəs mən bura 5 bura 6 daxil edib, burada amma n plus n-in yerini dəyişsəm, ondan olar? Eyni şey olur. Olmayacaq. Çünki toplananların yerini dəyişəndə cəm dəyişməyə bilər. Amma harada dəyişmir? İlk inputda. Bəli. Int inputda. Yəni normal ədədlərdə dəyişmir. Tam ədədlərdə dəyişmir. Amma burada isə dəyişəcək. Niyə? Görəcəksiniz. İndi birincide fikir verməyin. Çünki birincide kodda problem var. Təzədən RAM çıxacaq. Hə, RAM çıxdı bir şey. RAM-a basacağam. Buraya indi toxunacağam. Kod hələ problemlidir. Kod problemli deyil, internet problemidir. Ona görə lokal işləyir. Yox, lokal İnternet problemi. bilirəm internet problemi olmur. Orada da işləmə problemidir. Yəni yazmaq falan orada biraz problemlidir. Mən əvvəl yoxladım. Hə, все uşaqlar. Hə, bir də ki, belə tutub belə yaza bilərsiniz birbaşa. Xəttin yanmağını gözləməyə ehtiyac yoxdur. 5 yazdım, altdan 6 yazdım. İndi cavab necə çıxacaq? 65. Çünki birinci nəyi yazmışam? M-i yazmışam, sonra n-i yazmışam. Çünki m ikinci dəyərdir, n birinci dəyərdir. Ona görə mən buradan 6 daxil edəndə 6-nı neçə yazır? M-ə yazır, 5-i neçə yazır? N-ə yazır. Amma burada m üstə gəl n-dir deyə 6-nın qiymətini qoydu bura, 5-in qiymətini burada qoydu və beləliklə oldu cavabımız 65. Və baxıram doğrudan da mən səhv fikir bastım. Enter-ə basmalıydım. Tutdum şeyə bastım. Rana bastım. 5, 6. Hə, все. Cavab gördüyünüz kimi 65-dir. İndi gənclər, mən əgər normal ədəd kimi toplanmağını istəyirəmsə, inputun qabağına bir nə yazmalıyam? Int yazmalıyam. Int integer deməkdir, bu da tam ədəd deməkdir. İndi mən bura int yazandan sonra 5-6-ını toplayacaq. bəli, elə cavabı 11 yazacaq. Çünki artıq bizim ədədimiz elə normal ədəddir. Int mötərizə bağlansın. İndi uşaqlar, diqqət. Baxın, rana bastım. Gəlin sizin üçün bu biraz da böyüdüm. Böyütməyin asan yollarından biri kontrol basıb sürüşdürməkdir. Mouse'da sürüşdürməkdir. Burada da n-dən m-in yerini dəyişsin. Yox, heç bir fərqi yox. Heç bir fərqi yox. Çünki burada ədəddir və cavab 11 eləyəcək hər zaman. Amma indi mən burada problem odur ki, yenə deyirəm, mənfi ədəd daxil edə bilərəm ha, məsələn. Mənfi 7 altdan, mənfi 2. Altdan yazmalıyam. Xəstəlik mən bitər edib. Mənfi 7 enter. Niyə belə eləyir? Hə, bildim niyə belə eləyir uşaqlar. Çünki əlim burada, bura nə olubdur? Göy olubdur, bəli, seçilibdir, ona görə eləyir. Gözləyəm. Bunu boşluğa aparaq, hə. İndi olmayacaq. Neysə, daxil elədim 7-ni, üzərinə gələcəm, mənfi 3-ü. Necə cavab? Müsbət 4 və doğrudan elədim. Amma iş orasındadır ki, mən bura heç vaxt mənfi ədədi yazsa bilərəm, müsbət ədədi yaza bilərəm, amma belə şey yaza bilmərəm. 3.5 birbaşa problem verəcək. Deyəcək ki, for int with base on 3.5. Yəni demək istəyir ki, sənə qısaca int əmrində sən 3.5 işlədə bilməzsən. Xətanı oxumağı bacarın. Xətanı oxumağı bacarsanız, kod səhv çıxanda onu düzəldə biləcəksiniz. Amma xətanı oxumağı bacarmasanız, düzəldə bilməyəcəksiniz.
Bunun üçün xüsusi bir ingilis dili lazım deyil. Və zaten məntiqi olaraq göstərir. Deyir ki, for üçün, nə üçün? Int üçün with 3.5 olmaz. Error, deyir, error verir, nəysə, başa düşdünüz. İndi mən bunun işləməyini istəyirəmsə, mən artıq uşaqlar, indi silib, yerinə həqiqət yazmalıyım. Həqiqət dərsi ingilis dilində belə yazılır. Float. Sildim, yazdım float, altda da eynisini eləyəcəm və artıq istəsəm tam ədəd yaza bilərəm, istəsəm kəsr ədəd yaza bilərəm, istəsəm mənfi ədəd yaza bilərəm. Fərq eləməz, hamısında işləyəcək. Zaten tam ədəd üçün işləyəcək, onu göstərməyəcəm, amma birbaşa elə kəsr ədəd üçün yazsam, onluq kəsr üçün yazsam, 4.4 altdan 7.5 və yaxud da 7.6 və cavabı çıxartdı. Və hər zaman floatla daxil eləyəndə tam hissə ilə birlikdə burada bir nə olacaq? Kəsr hissə olacaq. Və kəsr hissə yoxdursa, sadəcə nə yazacaq ora? 0 yazacaq. Bildiniz nə demək istəyirəm? İndi fikir verdinizsə, mən rana basanda, ay bura bir dənə toxunmalıyam, düzdür. Bu da mənim vaxtımı aparır. İstəyirəm ki, rana basım, birbaşa klaviaturadan yazım. Onu necə eləyim? Və bilmirəm ki, mən bura daxil elədiyim n-in mi qiymətidir birinci, yoxsa m-in mi qiymətidir? Çünki burada mən görmürəm. İndi mən onun orada görməyini istəyirəmsə, bunu bunun içində dırnaqda yaza bilərəm. Bu koda təsir eləmir. Sizin balınızdan heç nə çıxmayacaq. Sadəcə professionallıq göstəricisidir. Bax, buradan n bərabərdir yazıram. Buradan da eyni qayda ilə n bərabərdir yazıram və fikir verəcəksiniz ki, bunu bura qoyuram, belə bir problem olur. Balaca telefon tutacağı var idi sizdə. Allah istəyirsən. Neyse, qaldı gələn dəfə. İndi vaxtımız yoxdur. Nəysə uşaqlar, diqqətli fikir verin. Mən bura bir ədəd verəcəm, elə belə bu sınaq üçündür. İşləməyə bilər. Run çıxdı, run çıxartmaq üçün. İndi run basıram, fikir verirsiniz. Birbaşa nə yazdı? Da mən bura toxumadım. Fikir verirsiniz, mişqal səs gəlmədi. Sadəcə klaviaturadan yazıram 7. Klaviaturadan yazıram 8 nöqtə, tutaq ki 3 və yaxud da 8.4. Və birbaşa cavab mənə. Floatla yazanda tam ədəd, bütün ədədlər. Aha. Intlə yazanda ancaq tam ədədlər. Inputla yazanda hər şey daxil eləyə bilərsiniz inputla yazanda. Amma ki, onlar heç bir ədəd deyil. İstəsən plural da yaza bilərsiniz. Sadəcə birləşdirir. Hərf kimi. Bəli. Hə, nə sual? Özümüzü niyə yoruruq ki, elə məxərclərin içində ədədi? Liboy ədədi yazılır. İstədiyin ədədi. Problem sənədir. İndi sən deyən kimi eləsən, mən hər dəfə buradan nəyisə silməliyəm, təzədən yazmalıyam. Amma indi belədir ki, burana basıram, istədiyim ədədi yazıram. Hə, təzədən o bir ədədi yazıram. Gördün? Başa düşdün nə qədər fərq edir? Ona görə içəridə yazmaq lazımdır. Nə içəridə yazsaq da düz çıxacaq. Yoxlamamışam. Onda n-in qabağında məsələn 9 yazır. M-in də qabağında məsələn bir ədəd yazsaq 9-dan başlayacaq. Necə? Floatda yox. Boş ver. Nə demək istəyirsən? N-in qabağında yazılır məsələn 1. Burada deyirsən. Aha. Burada yazma heç bir dəxli yox. Yox, Hesablamaya təsir eləmir. O bir n. Hesablamaya heç bir təsir eləmir. Sonra n 1 plus 9 olacaq yoxsa Burada deyirsən 1 yazsam, burada dırnağın içində. Burada ürəyim nə istəyir yaza bilərəm. Heç birinə təsiri yoxdur. Yəni burada yazdınız, elə belə yazmısınız. Sözdür. İstəsən bura birinci dəyişən daxil edə yaza bilərdi. N-in qiymətini daxil edə yaza bilərdi. Bir ağa yaxşı olanı da yaza bilərdi. Hər şey yaza bilər. Və gördünüz nə yazıram o çıxacaq. Koda heç bir təsiri yoxdur. İndi mən burada bax 8 yazıram. Bura 7 yazıram və cavab 15-dir. Çünki əvvələ heç bir dəxli yoxdur. Əvvəli də Yoxdur. Yəni orada yazılan heç bir. Hətta mən belə bir maraqlı sual da düzəldə bilərdik. Yaxşı ağlıma gəldi. Hətta belə bir maraqlı sual da qoya bilərəm imtahanda. Sizə çox daşdıra bilər. Adam belə bir şey qoyur, belə bir şey qoyur, sonra deyir ki, n-in bu qiymətləri veriləndən sonra cavab neçə eləyər? Sən də deyirsən ki, bu da bu ədəddir. Bunu götürəmsə 7 yazaram, bu da böyük bir ədəd eləyər, amma dəxli yoxdur. Əslində mən daxil edim sadəcə burada neçədir? 8-dir. Başa düşdünüz? Bu da belə. Bu da oldu dəyişən uşaqlar tipləri. Mən sizə bayaq demişdim ki, mən dəyişənin adına rəqəm qoya bilərəm, düzdürmü? Qoyuram görüm, alınacaqmı? Sizcə olacaq? Bəli. Bax gördünüz, oldu. Heç bir xəta verməsə deməli olur, problem yox. Amma mən ədədi harda verəm? Qabağı və bağında. Ədədi qabaqda verə bilmərəm. Yəni mən bir en yazan kimi çıxardacaq ki, line 1-də problem var. Gördünüz? Bax. Invalid decimal, literal. Yəni ki, uşaqlar, qısaca, tərcüməsi başa düşməsəm də başa düşürəm ki, burada bir yazma olmur. Bilmirəm, konkret, decimal nə idi unutmuşam. Literalda bilmirəm nədir, qısaca. İngilis dilim o qədər möhtəşəm deyil təəssüf ki. Nəysə, başa düşdünüz söhbət əsas. İndi Ctrl-Z-ə basanda, bax, burada geri qaytarma olur, üstünlüklərdən biri də burada, budur. Hə. Bilmirəm, indi lokal Python-da olurmu, olmur? Olurmu? Tamam. Lokal Python-da Ctrl-Z-ə basanda qayıdırmı?
Python işlədirəm. Nə işlədirsən? JavaScript. Düş ol, Visual Studio var. Biliyorsunuz Visual Studio'nun harda işlədəcəyik biz. Biz HTML-də işlədirik onu, amma Visual Studio'da da şey yaza bilərəm, Python yaza bilərəm, problem yoxdur, o da yaxşıdır. Bütün dillər işləyir. Hə, bütün dillərdə işləyir. Nəysə, bura qədər şey başa düşdünüz? Bəli. Dəqiq ha. Şu an bu mövzu bizim artıq əvvəlki mövzular kimi deyil. Bu həlledici mövzudur və birbaşa həyatınıza təsir edir. Bir də şu an, burada fikir versəz görərsiniz ki, mən burada A inputdur, yəni A1 nədir? Hərfdir. B də inputdur, o da bu da hərfdir. İkisi də yəni STR tipindədir. A plus B-ni tapır və C-ni dırnaqda yazır. O zaman mən A-ya 5, B-yə 6 versəm cavab neçə eləyəcək? C. C. Niyə? Çünki Çünki dırnaqda yazılan bir şey ədəd və yaxud da dəyişən deyil. Artıq hərfdir. Məsələn, mən burada normal C yazsaydım, o C-nin qiymətini götürəcəkdi buradan. Amma C dırnaqda yazılıb deyə bu C dəyişəni deyil. Sadəcə print C hərfi deməkdir. Onda cavab elə C-ni özü eləyir. Başa düşdünüz? Yəni printdə nəyisə dırnaqda görsəz, o printin özündə iştirak eləyəcək. İndi mən yaxşı görünsün deyə bunu özüm istifadə edə bilərəm kodlarda. Necə istifadə edirəm məsələn mən? Tutaq ki, məndə V cavabdır, düzdürmü? V-nin cavab olduğunu göstərmək istəyirəmsə, o belə yazıram. Dırnağın içində cavab, dırnağı bağladım. Hətta bir dənə bərabər də qoyuram. Cavab bərabərdir. Dırnağı bağladıq. Amma bunların arasında bir dənə vergül qoymalısınız. Hansı dildəyəm mən? İngilis, onda vergül buradadır. V-nin qaldı. Hə. Vəsə. İndi belə qoyduğum zaman bir sənə çıxacaq cavab. Cavab bir də V-nin nəyi? Qiyməti. Hə, indi 5-isə 5, 7-isə 7. Rana bastım. Məsələn 8-i verdim. 5-i verdim. Gördünüz, cavab çıxdı 10. Şüşdür. Eyni formada printdə yazdığım şeydə, dırnaqda yazdığım şeydə printdə görsənir. Bura qədər şey aydındırsa, keçək daha vacib hissələrə. Bunlar artıq bizim sanki ədəbiyyatımız idi. Bir də şuralar. Burada float və int başqa nələr eləyə bilər? Məsələn, int funksiyasının içində mən 7.4 yazsam, bu kəsir ədədi çevirəcək tam ədədə. Yox, normalda yazsam, yox. Normalda mən intlə daxil edib yazsam, məsələn, int input yazıb 7.4 versəm işləməz. 7.4. Amma intin içində 7.4 yazanda, o 7.4-ü tam ədədə çevirir. Yuvarlaqlaşdırma qətiyyən deyil. Yuvarlaqlaşdırma başqa şeydir. 7.4-ü çevirir tam ədədə və cavab neçə eləyir? 7. Burada 7.9 olsa da yeni cavab 7 eləyəcəkdir. Başa düşdünüz? Bir də var, float. Float isə bunu həqiqət ədədə çevirir. Həqiqət ədədinin həm tam hissəsi olur, həm kəsir hissəsi olur. 7 daxil elədim. 7-nin tam hissəsi neçədir? 7. Kəsir hissəsi neçədir? 0. Ona görə cavab çıxdı 7-0. Başa düşdünüz? Və yaxud da mən yazsam ki, str 7.4 o 7.4 onluq kəsirini nəyə çevirəcək? 7.4 str nədir? Hərf. Hərfinə çevirəcək. Başa düşdünüz? İndi şuralar. Fikir verin burada. Nə yazılıb? Print, yaş, yanında vergül 5. Yaş söz nəyin içindədir? Dırnağın içindədir. Və dırnaqda yazılan şey printdə nə edir? Olduğu kimi çıxır. Və vergül qoyub yanında da 5 yazılsa 5 də olduğu kimi çıxır. Ona görə cavab nə olacaq? Yaş 5. Yanakı yazılacaq. Arada bir dənə boşluq olmaq şərti ilə. Burada qoyduğunuz vergül cavabda boşluq olaraq görsənir. Bəs dırnaq? Dırnaq görsənir. Sadəcə yaş sözünü görəcəksən. Dırnağı hiç ilə qoymadım. Nə? Fərqi yox. Yox, yox. Çox minimal bir fərqi var, amma proqramda təsir göstərmir. Bizim proqrama təsir etmir onların fərqi. Şuralar. Bir də bir məsələ var. Fikir verin bura. Bakı söz nədə yazdım? Dırnaqda yazdım. Dırnaqda yazdıbsa bu bir nədir? Sözdür. Ulduzdan. Hərfdir. Ulduz vurmaq deməkdir. Vurur. Hə. Bakını 5-ə vurmağı o deməkdir ki, yəni Bakı sözü neçə dəfə yaz? 5 dəfə yaz. Onda cavab neçə eləyəcək? 5 dənə Bakı. Amma birdən mən Bakını dırnaqda yazmasaydım, onda Bakının əvvəldə bir nəyə olmalı idi hökmən? Qiyməti olmalı idi. Çünki dırnaqda yazılmayan hər şey nədir? Dəyişəndir. Və dəyişənin əvvəldə qiyməti olmalıdır. Onda deyəcəkdir ki, Bakı is not defined. Yəni Bakı dəyişəni təyin olunmuyor. Bakı dəyişəni yoxdur. Amma dırnaqda yazdığım zaman belə bir xəta verirmi? Yox, çünki Bakı orada artıq dəyişən yox, bir sözdür və yaxud da hərfdir. Amma mən A-ya məsələn 5 verirəm. Burada da yazıram A vur 5, A normal 5-dir deyə. Elə 5-i 5-ə vuranda cavab elədir 25. Amma mən burada A-nı dırnaqda yazsaydım, cavab neçə eləyəcəkdi? 5 dənə. 5 dənə A eləyəcəkdi. A üstüdür. A. İndi Pythonda bölgülər. Şuralar, Pythonda məsələn mən yazmışam Bakı. Mən normalda B-nın aşağıda
Məsələn, A-nın aşağıda, K-nın aşağıda, I-nın aşağıda olmağını istəyirəmsə bu formada. Onda mən bunu belə yazmalıyam. Print B, altdan print A, altdan print K, print I və s. Əgər mən belə yazsam, alt-alta 5 dənə print yazmalıyam. 4 dənə print yazmalıyam. Onda bu cavab çıxar. Amma mən bu cavabın 4 dənə print yazmadan yalnız bir dənə printlə olmağını istəyirəmsə, yəni vaxtıma qənaət etmək istəyirəmsə, onda sep işlədirəm. Sep separate sözündən götürülüb. Separate ingiliscəsində ayırmaq deməkdir. Bu addan OKB-nin falan mahnıları da var. Nəysə. Sepin içində /n yazıb, /n sanki enter düyməsidir. Enter düyməsi götürdü, B-ni hara atdı? B-dən aşağını. A-ya A-nı atdı aşağı, sonra A-dan sonrakini K-nı atdı aşağı, sonra I-nı atdı aşağı. Sep həm də ayırmaq, zaten sep ayırmaq deməkdir dedim. Burada /n enter funksiyasıdır. /n-dən başqa sepin arasında nə yazılıbsa yazılsın, onlar hamısı ədədlərin və ya təriflərin nəyinə qoyulur? Arasına qoyulur. Məsələn, indi mən bunu ulduz yazmışam deyə. Bunların arasına nə qoydu? Ulduz qoydu. Hə, ayrı aralarına ulduz qoyur. Heç nə qoymasaydım, bir-birinə bir şey yazsaydım, elə Bakı sözü olardı. Araya boşluq qoysaydım, B boşluq, A boşluq, Q boşluq, I boşluq. Belə olacaqdı. I boşluq yoxsa olar. Yadda saxlayın ki, bu axırıncıdan sonra qoymur. Məsələn, belə düşün. Bax, fikir verin, I-dan sonra ulduz var. Niyə? Çünki I-dan sonra nə yoxdur? Hərf yoxdur. Başlaşdınız? Qoymayacaq. Bu grip adamın beyin fəaliyyətini çox zəiflədir. Siz niyə elə olur? Sizə niyə adam grip olanda başı yaxşılanır? Çünki burun tutulur, beyinə gedən oksigen miqdarı azalır və sən neyronlar arası əlaqədə zəifləyir. Ona görə beyin çox düşünə bilmir. Bayaq magistr dərs keçirdim xəyalcə. İnanırsan, çox elementar şeylər mənim ağlımdan çıxırdı. Adi sözlər, bildiyimiz sözlər. Onu mənim şükür. Yox. Onun başqa səhvləri var. Grip də... Nəysə uşaq. Power sözü var, yadınızdadır. Power, qüvvəti yüksəltmə. Onun qısaldılmışıdır. Python'da işləyir. Məqsədi ilə qüvvəti yüksəltməkdir. Məsələn, POV2,5 yazmaq o deməkdir ki, 2 üstü 5, o da eləyəcək 32. Python'da əməllər elə riyaziyyatdakı əməllərlə demək olar eynidir. Olmayanlarda mən sizə algoritmdə öyrətmişəm, amma bir dənə üstünə keçəcəm. Üstəgəlmə ilə üstəgəlmədir. Məsələn, C bərabərdir A plus B bayaq işlətdik. Çıxma ilə çıxmadır. Qeyd edeyim ki, hərf tipli ədədləri bir-birindən çıxa bilməzsiniz. Məsələn, mən A-ya dırnaqda 5 versəm, B-yə dırnaqda 3 versəm, mən bunları çıxanda nə verəcək? Xəta verəcək. Çünki dırnaqda çıxmaq deyə bir şey yoxdur. Amma toplayanda onlar necə yazır? Dırnaqda yazanlar yan-yana yazır. Vurma elə ulduzdur. Python'dakı kimi, eyni zamanda Excel-dəki kimi, eyni zamanda algoritmdəki kimi. Amma 2 ulduz yazmaq o deməkdir ki, qüvvəti yüksəltmə. Məsələn, mən 2 üstü 5-i povlan da yaza bilərəm. Bir də belə yaza bilərəm. 2 ulduz 5. Qeyd edeyim ki, əməllərin ardıcılığı var, real həyatda, riyaziyyatda. Birinci dərəcəli əməl nədir? Yəni, birinci yerinə yetirməli olduğum. Qüvvəti yüksəltmə. İkinci, vurma bölmə. Üçüncü, toplama çıxma. Burada da eyni məsələdir. Məsələn, belə bir sualla qarşılaşsaq ki, 4 vurulsun 2 üstü 5, cavab 4 vur 2 üstü 5 deyil. 2 üstü 5 2 üstü 5 vur 4. 32 vur 4 cavab. Yəni, birinci qüvvəti yüksəltməni edirsən, 2 üstü 5 tapırsan, 32. Sonra 4-ə vurursan. 8-i 5'e 3. O da 100. Yoxsa 8 üstü 5 olmayacaq da, başa düşdün? Bunları eləməz. 2 üstü 8. Sildi uşağı ağzına. 7. Niyə? Normal. Düz eləsən 200. Hə, onu düz deyirsən. Hə. Amma belə şey yoxdur. 4-ü 2-yə vurup sonra 5-in dərəcə qüvvəti yüksəldim yoxdur. İndi təsadüfən 2-nin qüvvətləri yazdım da bura. Mən bura 5 yazsaydım, tutaq ki, belə düşün. Mən 5-i 2-yə vurup sonra 5-in dərəcə qüvvəti yüksəltməyəcəm. Birinci 2 üstü 5 tapacam. 32 sonra 32-ni 5-ə vuracam. Başa düşdün nə demək istəyirəm? Ya da belə deyil olardı. 2 üstü 2 üstü yəni. Ya 2 üstü. Nəysə, uşaqlar, bu qüvvəti yüksəltməkdir. İndi bölmənin Pythonda müxtəlif növləri var və hamısının çox vacib işləri var. Məsələn, adi bölmək istəyirəmsə, amma bir dənə adi slash işlədirəm. 5 bölü 2 cavab neçə eləyir? 2.5. Adi bölmədir. Əgər tam bölmək istəyirəmsə, yəni 5 ədədini 2-yə bölünməyindən bölündüyü zaman neçə dəfə tam hissənin düşdüyünü tapmaq istəyirəmsə, 5-i 2-yə tam bölürəm. Bunu 2 dənə slashlə edirlər. Özdə sağa slashlə sola slashın fərqi var ha. Fikir verdinizsə, bayaqki slash eni slash hansı tərəfə idi? Bu tərəfə idi. Sol yuxarı küçdən başlayıb sağ aşağı kündə gedir. Amma bölmənin slashi isə sağ yuxarı küçdən sol aşağı kündə gedir. 2 dənə bölmə qoydum. Bu adi
bölmə yox, bu tam ədədi tapmaqdır. Yəni neçə dəfə 5-in içində 2 var? Cavab 2 dəfə. Bir də var, 5-in 2-yə bölməkdən alınan qalıq. Biz bayaq onu yadınızdasa şeydə işlətdik. Ədədin tək və yaxud da cüt olduğunu tapmağa çalışan blok sxem var idi, orada işlətdik. 5% 2 bərabərdir 1. Bildiniz bunların fərqini? Aytən bilirsən də? Məktəbdəki kimi, məktəbdə demişdim. İndi şu olar, müqayisə operatorları var. Məsələn, Pythonda sən bərabərdir yazırsansa, məsələn, A bərabərdir 5. O zaman sən sadəcə A dəyişənində 5-i mənimsətdin. Gələn dəfə A-nın qiyməti A bərabərdir, A üstə gəl 5 yazsan, indi A-nın qiyməti neçə olacaq? 9. Və 9. 10 olacaq. Yəni A-nın qiyməti daha oldu 10. Yəni bu sadəcə A-ya 5-i mənimsətmişdi. Amma mən hər hansı bir şərtin içində A-nın 5-ə bərabər olub olmadığını yoxlamaq istəyirəmsə, o neçə bərabərliyinə yazılmalıdır? 2 bərabərliyinə yazılmalıdır. Yəni bu bunu deyir. A B-yə bərabərdirmi? Şərtin içində məhz bu belə yazılır. Məsələn, if A bərabərdir B. A-nın B-yə bərabər olub olmadığını yoxlayır. Zaten if də nə deməkdir ingiliscəsində? Əgər deməkdir. Şərt budaq cümlələrində falan istifadə olunur. Mən unutmuşam biraz qaydalar təsvir. If belədirsə belə, belədirsə belə. Şərt budaq cümləsi demirlər ona. Özün nə var? Sonra riyaziyyatda olan belə bir bərabərlik işarəsi var. Bərabər deyil. Fərqlidir işarəsi. Pythonda onu belə yazırlar. Nida bərabərdir. Və bu sizi xilas edir ki, siz bir də gedib bunu axtarmayasınız. Çünki klaviaturada yoxdur. Yoxdur. Və onu simvollarını tapmaqda vaxt aparır. Adam sən nə etməliydin? Girməliydin. Word-dən insertə girməliydin. Oradan simvolsan bunu tapmalıydın, kopyalamalıydın. Sonra buraya yapışdırmalıydın. 1 saat vaxt gedir. 1 saat eləməyə amma çox gedir. Və yaxud da ən asandır. İnkmat var, qələmlə riyaziyyat. Orada yazırsan, çevirir özün. Məsələn, mən fizika düsturlarını falan yazanda oraya nə yazıram, onda daha ehtiyac olmur elə eləməyə. Excel-də şeydə çox düstur yoxdur axı, informatikada, amma şey elə deyil. Orada çox kəsr xətt istifadə olunur, düstur istifadə olunur fizikada. Fizika söz yadımdan çıxır, təsəvvür edirsiniz. Nəysə şu olar. Böyüdür elə böyüdürdü. Kiçikdir elə kiçikdirdi. Amma böyükdür bərabərdir, kiçikdir bərabərdir, daha belə yazılmır. Belə şey yoxdur. Belə şey yazsınız, xəta götürə bilər. Bunu yazmaq əvəzinə bunu götürürsünüz, belə yazırsınız. Yadınızda Excel-də də belə yazmaq lazımdır. Və yaxud da bunu belə yazırsınız. Yəni həmişə bərabər işarəsi harda olur? Sağ tərəfdə. Qabaq demək biraz təhlükəlidir. Harda hərfdən qabaq? Sağda olur. Aslında orada yəni. Sağda olur deyək. Bərabərlikdən sonra qoysan. Sonra da demək olar, amma sağda demək daha düz olur. Elə ancaq bu tərəfdə olur da. Sonra əlbəttə nisbidir də, başa düşürsən. Ancaq sağda saxlara yadda. Belə baxanda bu işarə də bundan sonradır da, bu tərəfdən baxın. Mən solda olanda nə olur ki? Nə fərq var? İşləməyəcək. Bu işarəni burada qoysa işləməyəcək. İşləməz olmaz. İşləmir. Bərabər. Bir dəfə bir dənə kod yazmışım, belə qarışıq da bir kod da, 30-40 sətirdən ibarət təxminən. Kod işləmir. Sən demə, tələbə götürübdür, bunun əvəzinə bərabərdir buradan qoyubdur. Onu axtarmaqda ki, axtar tapışıb xətardır. Süni intellekt kod zərfdən yaxşıdır da, səhvini başlayırsan. İşte o dövrdə süni intellekt demək olar yox idi. Səbət 3-4 yılına qalxdan gedir. Və yaxud varsa da zəif idi. Sən ondan yazırsan. Şolar, nəysə. Sonraki ABC amma desən çox düzəldər ha. Bəlkə deyirəm. Bəlkə eləyər. Eləyəm mən. Elətdirər Bəlkə mümkündür. Elətdirə bilərsən. Frontda nə qədər yaxşı olsun, bəlkə də. Məsələn, siz bu dəqiqə yoxlayın da. Nə o qədər professional düzəltmə. Basırsan link asılın var. Ola bilər. Amma ki, biraz proqramlaşma biliyin olsa, oradakı səhvləri bərpa eləyə bilərsən. Bir də ki, 2 dəstəyi eyni vaxtda işlədə bilərsən. Bir dənəsi işlətməli deyilsin. Python, Gemini, bir də ki, DeepSeek. Üçünü işlət, bir-birin xətalarını düzəltsinlər. Atırsan birini kodla birinə, xətanı düzəlt. Sonra o birisine bir de atırsan. Axır universal bir versiyası. Və yaxud da new chat'a girirsən, girdin, köhnə kod atırsan yenisinə, o köhnəni yadda saxlamayıb baxın. Yeni bir mövzuya keçirsən. O köhnəsində olan səhvə öz tapacaq. Öz tərəfini öz üçün. Biz cloud işlədik. Cloud yapışdıq. Yaxşı olar, diqqət. Bir də şu olar, ABS deyə bir şey var. ABS şeydən də keçmişəm mən sizə. Excel-dən. Mən də o deyəcəm. Modul. Bəli, modul. Nədir ABS? Tormoza deyirlər də. Tormoz sistemi. Başım çox zəif başım çıxır maşından. Nəysə şu olar.
İndi yazılsa biz Python'da, biz istəyirəm, algoritmdə belə bir şey keçmişdi. Bir dənə qolda bir şey eləyirdi, Şört. o bir qolda bir şey eləmirdi. Buna necə budaqlanan deyirdilər? Tam yoxsa natamam? Natamam budaqlanan deyirlər. Yəni natamam budaqlananda ifi var, yəni əgəri var, amma əks halası yoxdur. Məsələn, siz belə bir sualla qarşılaşsınız ki, əgər daxil edilmiş ədəddirsə, o ədəd cütdürsə, onu 5-ə vuran kod yaz. Onu bu neyəcək? Ədəd daxil elədiniz, şərti yoxlamaq üçün uşaqlar 3 əsas operatorum var. If, Elif. elif, else. If əgər deməkdir. Elif o deməkdir ki, mən özüm tərcümə edəcəm. Konkret tərcüməsini deyə bilmərik. Elif o deməkdir ki, if deyilsə. Else də o deməkdir ki, if və elif deyilsə. Yəni əks halda deməkdir qısaca else. İndi else-ni izah eləmək əsasında hərfi mənada tərcüməsi əks halda deməkdir. İndi elifi amma izah eləmək lazımdır. Elifə konkret bir tərcümə verə bilmirik. Düz mənada oturan tərcümə verə bilmirik. Onun üçün mən elifi belə deyirəm ki, if o deməkdir ki, if olmasa yoxlanacaq şərt. Yəni if olmasa qısaca elifi yoxlayırsınız, elif olmasa cavab else. Qısaca else yoxlamaya ehtiyac yoxdur. Elə else. Çünki else də şərt olur. İndi birazdan görəcəksiniz kodlarda. Fikir verdiniz uşaqlar. Burada if var amma else var. Birinci kodda. Else nə ifdir, nə elifdir. İzah edəcəm. Səbirli ol. Birinci bura baxaq. Birinci koda baxsanız fikir verirsiniz ki, n-i daxil edin, necə daxil edin? Nə ədəd kimi? Tam ədəd kimi. Çünki input budur. Mən tutaq ki, n-dən verdim 6. Onda bu şərt ödənir. Ödənir. Onda n-i vurdu 5-ə, cavab elədi Hə, düz. 30. Ancaq düzəldə işləyir. Hə. İndi bir məsələ var. Fikir verdinizsə, n bərabər n vur 5-i ifdən harda yazdı? Sağda yazdı. Onu sağda yazmaq o deməkdir ki, if ancaq ödənəndə eləyir. Amma mən birdən çaşıb n-i ifin altından yazsaydım, istəyir if ödənsin, istəyir ödənməsin. Yenə n-i 5-ə vuracaqdı və cavab həmişə 30 edəcək. Ora 6 qoysaq, bərabər deyil 0-da. Orada amma bərabər. O bərabər deyil, müqayisədir. Müqayisə edir. N faiz 2 bərabər 0-dırmı? Yəni n-i 2-yə böləndə alınan qalıq 0-dırmı? If əgər deməkdir. Əgər belədirsə, onda bunu elə. İndi fikir verirsə uşaqlar, burada əks halası yoxdur. Amma fikir verin, altdakı əks halası var. Əks halda belə deyir. Şərti mən deyəcəm, burada şərt yazmayıb. Sual belədir. Deyir ki, klaviaturadan daxil edilmiş ədəd cüt olduqda onu 6-ya vuran, tək olduqda isə o ədəddən 6 çıxan və alınmış ədədi çap edən Python kodu yazın. Çox asandır. Ədəd cütdürsə, o ədədi 5-ə vursun. Təkdirsə, o zaman ədəddən 6 çıxsın və çapa versin. If, elif nə işləyəcək? İndi uşaqlar, ona görə fikir verdinizsə, həm həsi var bunun, həm də sanki yoxu var. Yəni, həm hədə bir iş görür, həm yoxdur. Ona görə bu artıq tamam yox. Necə budaqlanandı? Tam budaqlanandı. Həm hədiyən də bir iş gördü. İş gördü iş budur. If ödənməyən də bir iş görür. Onda da budur. Məsələn, indi burada 6 versəm, cavab neçə eləyir? 0. Yox. 6 versəm, cavab neçə eləyir? 30. 30. Çünki şərt ödənir, gəldi, vurdu 5-ə. Amma mən 5 vursam, 5 versəm, if ödənəcək, 25. Mənfi. if ödənməyəcək. Gələcək bura, Mənfi 1. 5-dən də 6-nı çıxacaq, cavab elədi, bəli, qalığı tapır. 5-dən də 6-nı çıxdı, cavab elədi, -1. Başa düşdünüz bura qədər. Bəzi hallarda isə mənə 3 şərt də lazımdır. Məsələn, bu kvadrat tənliyinin həllini tapan, biz blok sxem qurmuşduq yadınızdadır. Bu da kvadrat tənliyinin həllini tapan Python kodudur. Məsələn, mən bu kodu götürüb yapışdırsam Pythona, A-ya B-yə isə istənilən qiymət versəm, həmişə kvadrat tənliyinin həllini tapa biləcək. Koda indi fikir verin. A-nı B-ni C-ni daxil elədim. D-nədir? Diskriminantdır. Diskriminant necə tapılır? B-nin kvadratı çıxılsın 4AC. Kvadratı yüksəltmək üçün qüvvət əməliyyatı istifadə olunur. Qüvvət əməliyyatı nə idi? 2 dənə ulduz yazmışam. 4AC-ni də mən aralarına heç nə qoymadan yazanmaram. Nöqtə ilə yazanmaram. Vurma ilə yazmalıyım. Vurma ilə yazırlar? Ulduzla. Ulduzu da qoydum. İndi fikir verdinizsə, riyazi algoritm quranda bizim 3 halımız var. D əgər 0-dan böyükdürsə, onda nə etməliydik? X1, X2, 2 dənə kökü var idi. X1 nəyə bərabərdir? -B çıxılsın, kök altda D, bölünsün 2A. İndi fikir verirsinizsə, görərsiniz ki, mən kök altda D nə yazmışam? 2-də 1. D üstü 2-də 1 ilə. Çünki üstü qüvvətdən bilirsiniz ki, D üstü 2-də 1 elə kök altda D deməkdir. Bəli. Bunu belə yaza bilərəm. Və yaxud SQL-də var, Excel-də. Onu da işlətmək olar. Amma yaxşısı budur. İndi burada bir dəfə çıxınla, bir dəfə toplamasıyla kod getdi və D-nin 0-dan böyük olduğu halda cavabı tapdı. Amma D ancaq 0-dan böyük ola bilər? Yox. İkinci halda, əgər D 0-dan böyük deyilsə, onda nəyi yoxlayır?
Yoxlayır görüm elifdə D sıfıra bərabərdirmi? Əgər D sıfıra bərabərdirsə, onda bir dənə kök var. O da nədir? Mənfi B böl 2A. Niyə? Çünki artıq D nəyə gedəcək burada? Sıfıra gedəcək. Onda mənfi B-dən D-ni çıxıb yoxsa toplamağın bir fərqi yoxdur. Elə sadəcə mənfi B-ni götürüb aytan nəyə böləcək? Nəyə böləcək? Sıfıra niyə bölür? 2A'ya böləcək. Bu bölmə işarətidir də. Burada aradakı siləş. Bu. Mənfi B-ni götürüb 2A'ya böldü. Ona görə sən diskriminantı bilmirsən, hə? Ona görə cavab oldu belə. X2 ilə D0-a bərabər olanda nəyə bərabərdir uşaqlar? X1-ə bərabər. Çünki biz deyirik ki, 2 bir-birinə nə kökü var? Bərabər kökü var. İndi məndən soruşa bilərsiniz ki, biz niyə hamısında X1, X2 yazmışıq? Ona görə yazmışıq ki, mən axırda çapa verəndə elə bir şey çap eləməliyəm ki, həm buradan gələndə cavaba getsin, həm buradan gələndə cavaba getsin, həm də aşağıdan gələndə cavaba getsin. Ona görə hamısında eyni dəyişənləri yazmalısan. Nəysə, tutaq ki, D sıfırdan böyük deyil. D sıfıra bərabər də deyil. Onda D sıfırdan nədir? Avtomatik. Kiçikdir. D sıfırdan kiçiksə tənliyin kökü yoxdur. Ona görə yazmışam ki, X1 bərabərdir, kökü yoxdur, X2 də elə bərabərdir X1-ə. Başa düşdünüz bura qədər. Uşaqlar, burada dərsin nəzəri izahı bitir. Vaxtımıza nə qədər qalıb? İndi test izahını öyrənəcəksiniz. 20 dəqiqə. Əla. İndi gedirik 20 dəqiqə test işləyəcəyik buna aid. Evə də tapşırıq verəcəm. Bu belə? Sən bir dəfə mən Python-a səhv getsəm, sən onu işləyə biləcəksən ki? Yox. Python verəcəm. Məsələn, orada bölmələri bölüm. Şərt operatorları. İndi şərti verəcəm və işləyəcəksiniz. Sonra dövrləri keçəcəm, dövrləri verəcəm. Başa düşdün? Belə-belə addım-addım. Python bir dəfə keçə bilmər. Onsuz işləyə də bilməz. Zayləm qatacaqsınız. Addım-addım. Nəysə, birinci başlayırıq uşaqlar dimdən. Mənim Python böyük bölmə yoxsa Excel? Python balaca bölmədir, amma testi çoxdur da. Elə çox nəzəriyyəsi olan bir şey deyil Python. Düzdür, mən tələbəmdə hardasa bir 150 səhifəli bir kitab var idi Python-a aid. Amma bizim öz proqramımızda olan kompüterdə görəcəksiniz, kitab açanda görəcəksiniz. 19 səhifə yazı yazmışam Python-a aid. Mən yazdığım kitabda cəmi 19 səhifə yazı var. Amma ki, qeyd edeyim ki, orada çox şəkilli falandır, ona görə və yaxud da kodlardır, oxumalı olduğunuz yer çox azdır. Nəysə, Python-da sabit və dəyişən kəmiyyətlər, verilənlərin daxil və xaric edilməsi şərt operatorları. Birinci işləyəcəyiniz budur. Yaz evə. Dimdən, dim 2025-dən, xüsusən qeyd edir 2025 olduğunu. Proqramlaşdırma birdən Python. 1, 2025 Python. 1, mən də oradan buradan izah edəcəm. Gəl görək, istənəsən. Hə. Uşaqlar, 1-100. Hamısı. 1-100 belə yazaq da. Təklər. Səhifəsiz. Səhifə lazım deyil. Python bildirsə Python bir dənədir. 1-100 təklər. Sən başa düşüb gəlməyin ha üstümə. Ay mən başa düşmədim, nəyə vermisiniz falan filan. Məndən bunu almağa da ya. Nədir o? Aynen. Nədir kitab olaraq? Görmürəm uzaqdan. Ne içiyor? Nə işə yarayır o? Proqram demək. Niyə alırsan ki o? Baxma elə. Ne içiyor? Proqram yəni. Məncə nə olduğunu bilmədən almağa çalışırsan. NFC tablarını zaten kopyalayırlar. Saxta Wi-Fi varsa deyirlər belə şeylər. İllegal işlerle meşgul olmak. Nə və Prosta ya. öyrənmək məqsədi ilə və o qədər çox şey eləmək imkanı. Alım sonra öyrənərəm. O şey. Uşaqlar başladıq, diqqət. İndi uşaqlar biraz testlərin izahına baxaq. Adca oradan buradan izah edəcəm 5-6 dənə test. Başa düşəsiniz deyə. Birinci sadədən başlayırıq. Bunu alqoritm kimi işləyəcəyik. Dəyişənlər altdan qiymətləri. Çünki elə yazmasaq alınmaz. Bundan başlamayaq, sadədən birindən başlayaq. Məsələn, bundan başlayaq. İlk proqramın nəticəsini tapın. Y neçə verilir uşaqlar? Y 7-dir, düzdürmü? Y-ə daxil edim 7. Deyir ki, if əgər ki, Y böyüdsə nədən? 6-dan düz deyir? Düzdür. Düz deyir. Cavab elə aldım. Onda nə edəcəm? Y üzərinə 3 gələcəm. Uşaqlar, bu sualdan başlamayaq. Niyəsini deyəcəm. Orada ikinci ifədə baxır. Hə, o söhbət var. Ona görə o sualdan başlamayaq. İş orasıdır ki, sadə ifdən də yoxdur. Hə, bir dənə var. Hə, orada keçməmisiz deyən. Hayda, bir dənə sıfır sadəlikdə sual. Mən buna keçməmişik deyə indi yazmayacaq. Yox, mən hamısı izah edəcəm, sonra yazacaqsın. Yəni, indi izah edəcəm, nərəsində bir dənə.
Hə, yaxşıdır, bax bu yaxşıdır. Tutaq ki, bizdən sual, mən belə deyirəm ədədi sizə. Sual dəyişirəm. Çünki elə asan sual yoxdur. Birinci asan sualdan başlayırım. Tutaq ki, deyir ki, A-nın A bərabərdir 5 qiymətində, nəysə, burada səhvdə özüm düzəldim. 2 nöqtə buradadır. A bərabərdir 5 qiymətində, ödüş alır, yada sal. Həmişə if-dən, elifdən və else-dən sonra nə var? 2 nöqtə var. Qoymasaq. İşləməyəcək. Mən bir də sizə soruşuram. Sorur. Orada biz qiymət verilmi baxalım necə edir? 4 səhv. Yenə deyirəm də, sualı özümdən təyin edirəm. Hə. Özümdən sual yaratıram. Deyirəm ki, A-ya 5 verdikdə cavab neçədir? 4 səhvdir. Aya 5. Variantlar ləğv oldu dostum. Səhv ki. Olan verir, 4 səhv. 25. Yox, bilirəm, düz deyirsən. Mən sualı dəyişdim. Zaten bu asaddır da. Mən sual belə qoyuram. A bərabərdir 5 olanda sualın cavabını tapın. Sual budur. A5 olanda Bəli. 25. Niyə elə oldu? Çünki A sıfırdan böyükdürmü? Bəli, onda bunu eləyir. Bəs A bərabərdir mənfi 5 olsaydı? Hə, onu deyim. Mənfi 2. Mənfi 2. Başa düşdün? Aşağıda şimdi. Aşağıda şimdi, yəni if ödənməyəndə else-yə gedirsən. sonra bir Else-də şərti olmur. İndi fikirlə uşaqlar. Əgər alt-alta if, elif, else varsa, məsələn, atıram. O deyil. Ayda, çox hamısı qəribəsindən deyil. Normal bir dənə saydəsi yoxdur ki, göstərəsən. Başqa heç topluyor ki. Bu qəşəngdir. Özünüz yazın. Bu qəşəngdir. Onu düz deyirsən, amma vaxt gedəcək də. Hə, tapdım. Başa fikir et. Məsələn, bu sualda birinci bunu yoxlayırsan. If ödənməsə nəyə keçirsən? Elifə. Bu elif ödənməsə o biri elifə keçirsən. O biri elif ödənməsə else-yə keçirsən. İndi bu sualları həll eləyin, sonra bu suallara baxacağıq. Orada Y. Deyir A bərabərdir, Y bərabərdir, X bərabərdir deyir 25 olarsa SQL-də kök alır. Bayaq dedim də. X 25. Tamam. Orada Y'nin yanına bilen şey var. Faiz. Faiz bu. Bəli, bəli. Y faiz 1. Həll edin. Faiz nə idi? Qalıq. Qalır. Qalıq sıfırdan böyük olur. Ay sağ ol. Hə. Sıfırdan yox. Hə, sıfırdan böyük. Amma nəyin qalığı? 1-ə bölündə alınan qalıq. 25'i 1'e bölək. Tapdım mən. Yox, 25'i. Qalıq neçə qalır? 24. Qalmır axı Qalır, sıfır qalır da. Deməli, sıfır sıfırdan böyüdü mü? Yox, södə keç o birisini. Taptım. O da səhvdir. Mən də tapmışam. 25. 25. O ne var dedi. Mənim 2 dənə olan nə idi? 2 dənə bərabər. Adi üstündə bərabərdirmi? Life atan gibi. Sadəcə yoxlayır da Y vur Y bərabərdir mi X-ə? Yo. Bərabər deyil. İndi orada bizə verilən 25 ədəd var. Hə, O X-in qiymətidir. hə. Deyir də özü. Orada Y-də X, yəni 5-in kvadratdır. Y-mət aqreti yazılır orada. SQL-də nədir dedim bax bayaq. Kök almaq. Hələ 5 olur. Eləmi? 5 edir. Y-də Y5-dir. Hə. Davamını get. Cəld oluna biraz. Mən tapamadım. Tapamadım. Qardaş, belə eləyir. X neçədir? 25. Tapdım mən. Altdan yazıb ki, Y bərabərdir S+X. Yəni X-dən kök almaq. Onda Y neçə eləyir? 5 eləyir. Düzdür? Deyir ki, Y faiz 1. Y faiz 1 böyükdür 0-da. Yəni Y-in 1-ə bölməkdən alınan qalıq 0-dan böyükdürmü? Yox. 5-in 1-ə bölməkdən alınan qalıq elə 0-dır. Çünki 5-in 1-ə böləndə qalıq qalmır. Deməli şərt nə etmədi? Ödənmədi. If ödənmədi deyə. 5 deyil. Amma onu tapamadım. Bu mən deyirəm bax belə eləmək lazımdır. Altdan qiymətlər verməsin. Şeydəki kimi, alqoritmdəki kimi. Yuxarı çatdı. Nəsə Y vurulsun Y bərabərdir X-ə. Düz deyir, səhv deyir. Bəli, doğrudan 5-i 5-ə vuranda 25 eləyir, düz deyir. Bu düz deyir deyə cavab oldu X, yəni neçə? 25. Bu elif ödəndi deyə altdakılar da nə etmədi? Baxmadı. Yəni alt-alta eliflər gəlsə, birinci elif ödənəndə o birilərinə baxmıram. Amma ki uşaqlar alt-alta if görsəz, bütün iflərə baxmaq lazım. Yazın dəftərə. Əgər alt-alta sol tərəfdən eyni məsafədə iflər varsa, əgər proqramlaşdırma yazın birinci, proqramlaşdırma. Əgər kodda
Əgər kodda alt-alta yazılmış bir neçə dənə if varsa, söhbət eyni məsafədən yazılmışlardan gedir ha. Əgər proqramlaşdırmada alt-alta soldan eyni məsafədə olmaqla alt-alta soldan eyni məsafədə olmaqla bir neçə if yazılıbsa, soldan eyni məsafə bilsə nə deməkdir? Yəni tamamilə alt-alta. Hə. Məsafədən Yazılıbsa, onda bütün iflərin hamısına baxmaq lazımdır. Əgər altda elif və elsələr varsa, elsələr də varsa yazın. Əgər altda elif və elsələr də varsa, onlar sonuncu ifdən asılıdır. Varsa onlar sonuncu. Onlar sonuncu ifdən asılıdır. Əgər sonuncu if ödənmirsə, nəyə keçilir? Elifə keçilir. Əgər sonuncu if ödənmirsə, elifə keçilir. Əgər sonuncu if ödənmirsə, elifə keçilir. Sonuncu if ödənirsə, printə gedilir. Onlar sonuncu ifdən asılıdır. Bəli, onlar sonuncu ifdən asılıdır. Sonuncu if ödənmirsə, elifə keçilir. Sonuncu if ödənmirsə, elifə keçilir. Ödənirsə, printə gedilir. Ödənmirsə, elifə. Ödənmirsə, elifə keçilir. Ödənirsə, bağlama. İndi altdan belə yazın. Əks halda nə? Əks halda printə gedilir. İndi belə yazın. Əgər şərtin içində and və ya or yazılıbsa, aşağıdakı hallar olur. Əgər şərtin içində and və ya or yazılıbsa, aşağıdakı hallar olur. Aşağıdakı hallar olur. 1. And yazılıbsa, verilən bütün şərtlər ödənməlidir ki, if ödənsin. Şərt ödənsin. Belə if deməyin, şərt deyin. Əgər, nə yazdınız? Bir nə yazdınız? And yazılıbsa, verilən bütün şərtlər ödənməlidir ki, şərt ödənsin. Verilən bütün şərtlər ödənməlidir ki, şərt ödənsin. Altdan. Ödənsin. Altdan. 2. Or. Əgər or yazılıbsa, Çağla nə yazmışsın? Harada qaldın? And yazılıbsa da qaldı. Oyda çox geri qaldı. Sən elə, qova güc vermə, qovu boş hərəkət elətdir. Güc verirsən, ona görə yorulur qolun. Sıxma əlimi. Boşda saxla, onu yorulmayacaq. Or yazılıbsa. Or yazılıbsa, yer bıraq, or yazılıbsadan davam et. Bu da yiyor. Üstdən basma. Üstdən basma. Bir də qələm verin mənə. Bax, məsələn, bu vərəqə yazılır. Tamam, fikir ver. Əgər belə yazsam, üstə basamaz, əlim almayacaq. Amma belə yazsam, eyni söz deyəcəm, amma arayın deyil. Boşda. Sakitcə, belə yox. Üstə basa-basa yox. Onda güc verirsən deyə, əzəllər yorulur. Həkimə bir şey. Hayır, yazır ki. Onlar bu onlara əziyyət vermək istəmirlər də, başa düşürlər. Çünki çox tez yazmalıdırlar. Nəysə, yox, Allah'ın əlifbası işlədirlər. Amma söhbət Allah'ın... Həqiqi o çiçək yazanda oxuyanlar necə oxuyur? Bacarlar da uşaqlar. Onlar vərdişdir deyək. Nəysə, ümumiyyətlə, tipdə uşaqlar, Latin dili istifadə olunur.
Latın dili müəyyən terminlər var orada ki, o terminlər tibbdə və elmdə çox istifadə olunan terminlər. Nəysə, xülasə. Or yazıldı. Or yazılıbsa, verilən şərtlərdən biri belə düzdürsə, şərt düz hesab olunur. Or yazılıbsa, verilən şərtlərdən biri belə düzdürsə, sən çox bəhb bassan, sən tez yol olacaq. Biri belə nə? Biri belə düzdürsə, şərt düz hesab olunur. Gəlin baxaq. Şərt Düz hesab olunur. İnşallah fikir verin. Bax, deyir ki, klaviaturadan neçə daxil eləmişəm? 22. Klaviaturadan daxil edilən oldu ki, onun qabağında ya int olsun, ya input olsun. Ya da float falan olsun. İndi bunların hansında o var? Nəyin qabağında var? X-in qabağında var. Deməli, klaviaturadan daxil etdiyi nəyin qiymətidir? X-in qiyməti. X-ə neçə verdi? 22. 22. Kamran Löfiyə bax. X-ə 22 verdi. İndi mən sizə demişdim ki, or yazılıbsa nə olmalıdır şərtlərdən? Biri belə düzdürsə, bəsdir. İndi deyir ki, X-i 2-yə böləndə alınan qalıq 1-ə bərabərdirmi? Yox. Bu ödənmədir. İndi ən də olsaydı bu ödənmədiyi birbaşa nəyə keçərdi? Else-yə keçərdim. Amma orada deyə ikinciyə də baxıram. X-i 3-sə tam böləndə 5-dən böyük olsun. X-i 3-sə tam böləndə neçə düşür? 22 3-ə böləndə 7 tam nə qədər düşür? Düzdürmü? Amma tam hissəni götürəndə 7 götürəcəm. Və 7 böyüdür 5-dən? Hə. Onda buranı eləyirəm. Yəni else nədir avtomatik? Else getdi. Sonra if ödənirsə, mənim ixtiyarım var ki, hansı else-nin altına xətt çəkim amma? If-lə 6-6 olan. X-in indi Amma if-in içində else varsa, bax burada else buradan yazılsaydı, onun üstə xətt çəkilməzdi. Amma burada yazılıbsa üstə xətt çəkə bilərəm. Nəysə, tutaq ki, x 22-dir. Onda y neçə olacaqdı altdan aytən? X vur 2 44. Düzdür? Bildin niyə? Hə. Deyir ki, altdan x təzədən bərabərdir x üstəgəl y-ə. Onda x neçə elədir? 66. Hə, 44 gün. 66. İndi fikir verin. Löfəyə diqqət. Mən bu y-də tapdım, bu x-də tapdım. Biri 60 oldu, daha x-in o qiyməti getdi, qaldı 60 qiyməti. 66 hə. Burada da qaldı 44. İndi fikir verin. X minus 5 111. müstəqildir deyə, müstəqil deyə fikir verdi. Çünki else-dən də altda yerləşir. If-dən də altda yerləşir. Heç birinin içində deyil. Məsələn, else-dən sağda olsaydı mən deyəcəkdim ki, if ödənmir deyə mən bunu yerinə yetirməyim. Amma elə yerdə durub ki, if-də ödənsə gəlib bunu eləməliyəm. Else-də ödənsə gəlib eləməliyəm. İndi o səbəbdən burada yazıldığında mən bunu deyirəm. Onda x-in yeni qiyməti neçə olur? 61. Məndən də nə istəyir? X-i cavab da 61. Başa düşdünüz? Sapsınmaq üçün verə bilərəm. İndi siz ABC-nin nə olduğunu bilirsiniz. Yazın onun altını. ABC moduldur. Yazın. Moduldur. ABC modul POV. Nə məli? POV qüvvəti yüksəltmə. POV W. Qüvvəti yüksəltmə. Bir də SQRT kök. Kök alma. Modul nə oldu? Modul ABS. SQRT nə idi? SQRT nə idi? Kök. Cavab B-dir. Baxacağıq. 16 deyilsin məli. 16 nə edir? Şuala fikir verin. Bu if-lə else nəyin içindədir? If-in içindədir. Deməli, bax, bunlar hamısı nədən asılıdır? If-dən asılıdır. If ödənməsə, mən birbaşa bunların üstünə çəkirəm. Xətt çəkirəm. Çünki if-in hamısı içindədir deyə daha bunlara getmirəm. Ən yazılıb. Bu şərt o deməkdir ki, əgər bu şərt ödənirsə, onda mən içəri girə bilərəm. Başa düşdünüz? Şərt ödənmirsə, birbaşa hara gedirsən? Else-yə gedirsən. Nəysə, indi yoxdur. Bu şərtin içində şərtdir. Mürəkkəb budaqlanan. Düzdür. Mənfi 9. Ayta sən də hesabla görək. Addım. Verilənləri yazın. Şifa yox. Mənfi 24-dür. Saf sertifikat falan almalı, yaxşı getməzdir. Əslində var. Orada ABS. ABS nə idi? Modul. Ayta tapa bildin? Gələfiyə. O bir ödənmə sağ. Birinci söyləyim. Gələfiyə baxarım. Sağ tərəfdən. Bəlkə sən düz tapmısan.
Ben Bir dənə banker al. Düzdür, Aysel. mənfi. İndi necə yazılır? Birinci x-in qiyməti, A-nın qiymətini yazırsan. A neçədir? Mənfi. Aysel yaz A bərabərdir -12. Altından yazır. Ödəyirsən. Aysel. İndi deyir ki, şərt yoxla, ödəyir şərt. Ödəyirsən. Sən demə. Şərt ödəyir. Mənfi 12 çıxır. Ha, ödəyir də, böyükdür. İndi ən ondan olmalıydı. İkisi də düz olmalı, yoxsa ikisindən biri düz olsa bəs idi? İkisi də düz olmalıydı. İkincisi görə ödənir, yoxsa yox. Bu ödənir, ödənmir. Nə deməkdir bu işarə? Qalır. Qalıq. Düz deyir, səhv deyir. 3-ə böləndə qalıqda 1 verir. Səhvdir. Onda səhvdir deyə bunun hamısı neynədir uşaqlar? Getdi. Birbaşa aşağı düşürəm. -9. Aşağıya düşürəm. LC-yə düşürəm. Onda A plus 3 neçə elədi? A neçədir səndə? -12-dir. Üstə gəlsən. İndi uşaqlar diqqətli olun. Aytən, sənin üçün sual dəyişirəm. Mən burada belə eləyirəm. İndi həll elə. Yox, elə burada. Mənfidir. Siz də həll edin. Ha, nədir? O 0. Sual indi həll edin. Geniş. Eyni şey deyil. İndi artıq Sual ikisi də mənfi ödəndi. 24. İkisi də ödəndi. Bunun bir dənə cavabı yoxdur uşaqlar. Bunun iki dənə cavabı var. Nə? Yəni o vergül o birisi. İki dənə cavab alacaqsınız. Hansı? Çünki print iki dənə yerdə var, fikir verirsinizsə. Mənfi 24, müsbət 24. Ha. Tapamadın? Mənfi Bir 24, də uşaqlar, bir də icazə verin. Mənfi Aytən, şərt ödəndi onda. Bu düzdür, səhvdir. Düz sağa girəm. 4, 3 saat. İçəri girəm. Ona deyir, nəyə çap elə? Bir də mane olma. Deyir, çap elə, nəyə çap elə? 24 12. A vurulsun 2-ni. A neçədir? 12. Baba, A5 var falan var mı variantda? Yoxdur. Deməli, bu A hansıdır? Elə A-nın öz qiyməti. A-nın öz qiyməti səndə neçədir? Mənfi 12. -12-dir. Onda -12-ni də 2-yə vursam neçə elədir? 24. 24. 24 print yazdısa, 24 ara getdi birbaşa. Çapa getdi. Print içində yazılan hər şey çapa getdi. İndi deyir, A böyüdü mü sıfırdan? İndi altdakı hissəyə gəlirsən. A böyüdü sıfırdan. A neçədir sən? 24. Yox, bax, sənə demədi ki, A bərabərdir A vur 2. Bax, mənə bax. Əgər burada yazsaydı ki, A bərabərdir A vur 2, onda təzə A-mız neçə eləyərdi? Hə, 24 eləyərdi. Amma belə şey yazmayıb deyə, sadəcə elə A -12 qalmaqdadır. -12 böyüdü mü sıfırdan? Yox, onda bu şərt getdi. Hara gəlirəm? Aşağıya. Dırnaqda A-nı 3-ə vuranda nə olacaq uşaqlar? 3 dənə A. Yəni cavab belə oldu. 24 boşluq, daha doğrusu altdan. Çünki printlər 6-6 yazılıb. 24-ün altdan da 3 dənə A. Mənfi 24 olmadı. Mənfi 24 bəli. Mənfi 24 altdan da 3 dənə A. Oğlan da buyur. İndi bu asandır, bu heç. İndi getdik biraz başqa suallara. Əvvəla bir iki suala baxaq. Hara vaxtı? Hamısı intellekt. Vaxtı necə? İşləyin uşaqlar. Bu nədir? Bu sual işləyin. Dəftərdə işləyir. Getdi. Tapdım. Mən də tapdım. İplər gitsə daha diqqətli olun. Getdi, mən mouse gedir. Bir saniye. Gedir, dəqiq. Xeyr, Getmir. İfədə baxın. Yoxsa gedir. Yaxşı da uşaqlar, çox asan oldu. İçində demək ona öyrə gedir. Ya asan oldu. Cəm eləyin. Bu 1-dir. İndi eləyin. Cavab nə oldu? 17'de zor. 1-dir, bu 1-dir. Bunu 1 elədim. 1 dəyişdim. Onda asan idi. Bayaq asan idi. 15. Bayakçı 15 değil, 17 değil. Bayaqçı 15 idi. Biri ödənmədi. Hə. Necə yəni? Bax, bu ödənmədi deyə. Bax, burada tutaq ki 0 idi, düzdürmü? X-i 2-yə böləndə qalıqda 0 vermir. Çünki bu tək ədəddir. 1 verir. Ənd yazılıb deyə 1 ödənmədi, ona görə səhvdir. Hə, Getdim, bunun hamısı üzərinə xətt çəkdim. Gəldim print X, yəni X-in qiyməti 15-dir. Onda cavab 15 eləyər. Bəs indi neçə eləyir? İndi getəyik. 15 İşfayla hesablamağa çalış. X 15-dir. 30'dur da. İndi 15 deyir, 3-ə bölünəndə qalıq. Bu bildiyində faiz nə deməkdir? Faiz qalıq tapmaq. 3-ə bölünəndə qalıq 0 verir, düz deyir, düz deyir. 30. 15-i 2-yə böləndə qalıqda 1 verir, düz deyir, düz deyir. İkisi də düzdür, ənddə ona görə ödəndi. Ödəndi deyifin nəyinə girirəm uşaqlar? İçinə artıq daxil oldum. Daxil oldum deyir, X böyüdü mü 0-dan? Bəli. 0-dan yox, 10-dan. Bəli. X kiçikdir mi 100-dən? Bəli. Bəli, ikisi də düzdür. Onda bu ifin içində nə yazılıb? Print neçə?
X vur 2. 30. X-imiz neçədir? 15. Onda 30 getdi çapa. Bax, X-ə da 30 yazmıram ha. Əgər o vaxt 30 yazardım ki, belə bir şey yazdım. A bərabər, X bərabər, X vur 2. Onda X-in qiyməti 30 olar. Nə? Sıfır olanda mən həqiqisini başa düşmədim. Həqiqisi odur ki, 15-i bir dənə bunu tamamlayım sonra. Nəysə, bu if ödəndi, düzdür Aytən? Uşaqlar, if ödəndi, ödəndi. If ödənibsə LC-yə baxmalıyam. Yox, bu LC-də onda gedərdi. Cavab da 30 olaraq qalardı. Amma Mirağın sualına qayıtsaq, Mirağa deyir ki, mən burada 0 olana başa düşmədim. Burada 0 olsaydı Mirağa bax, bu şərt ödəyir, düzdürmü? 3-ə böləndə qalaqda 0 verir. Çünki 15 3-ə bölünür. Evet. Amma 2-ə böləndə qalaqda 0 vermir. Çünki 15 2-ə bölünmür. Qalaqda 1 verəcək. 15 tək ədəddir çünki. Ənddə şərtlərdən biri ödənmədi deyə, deməli bu şərt ümumiyyətlə ödənmədi. İçəri nə vaxt girirdik biz? Şərtlərdən ikisi düz olanda, çünki ənd yazılıb. İndi şərt ödənməyib deyə, içəri ümumiyyətlə ləğv oldu. Mən hara keçdim? LC-yə. LC-nin cavabı nədir? 11. Print X. X-in qiyməti 15 deyil, 15. Bu çox asandır, bu heç. Müəllim, Bəli. bundan əvvəlki misalda demişdiniz X-in 2 dənə qiyməti var. O nə vaxt olur? O 3 harlı deyil mən. O 24 saat tapdı. Bəli, bəli. O Ha, sual edir. O indiki 16. Hə bu. Hə nə demişdin burada? demişdiniz 2 dənə qiyməti var. O nə vaxt olur? Hə, bax printə bir dəfə burada getdi. Fikir verirsən. Bir dəfə də burada getdi. Deməli bunun 2 dənə cavabı var. Hə. İndi burada bir də printə getdi. İkinci dəfə printə gedə bilmədi. Şərt icazə vermədi. Bu asandır, bu heç. İnşallah dalbadal iflərdən olan görün varmı? Vaxt deyim mən. Ay balam, evdə tapşırıq yazan məndən sonra. Ha vaxtı, ha vaxt deyil. Müəllim, İnşallah bu çox asan sualdır. Yox. Bir dənə bu sualı izah edeyim sonra. Sonrası müəllim. İnşallah bu sualı bir dənə özümüz ayıracağım. Diqqətli ol. A bərabərdir 22. B bərabərdir 17. Ümumiyyətlə bir qayda olaraq deyirəm ki, iflər varsa 6-6. Bütün ifləri nə etmək lazım qısaca? Baxmaq lazım. İstəyir arada elsi olsun, istəyir elif olsun, fərqi yoxdur. Bütün iflərə baxmalısan. Amma bir dənə məsələ var ki, ifdən sonra yazılan elsə və eliflər hansı ifdən asılıdır? Ancaq axırıncı ifdən asılıdır. İndi bu if düzdür, səhvdir. Düzdür. Deyir A böyükdür B-dən, amma A nədən böyükdür? A böyükdür B böl tam böl A-dan. Düzdür. Düzdür, bəli. Onda print nə? 10 B. A çıx B. Neçə elədi onda? 5. 5. 5-i printə yazdım. İş bitməyib. Niyə? Çünki bu elsə getdi altda bir dənə if var. Bu ifə də baxmalısın. Ancaq iflərə baxmalıyıq da. İflərin hamısına baxmalısan. İndi bu if düzdür, səhvdir. O da A B-dən böyükdür. Yox, yox. Onun da böyük. A böyükdür B böl 5-dən. Düzdür. Düzdür. Düzdür, əlbəttə düzdür. Onda deyir B nəyə bərabərdir? B çıx A-ya. B neçədir bizdə? Bir dəqiqə mən niyə? 17. 23 Mən 5-ə beş. böldü orada. B böl 5 neçə edir? Adi böl 5. Tutaq ki 5 tam onda neçə? Düzdürmü? 5 tam onda neçə? 22-dən balacadır da. A 22-dir. 5-ə baxmır. 17-ni bölünür Anı çap 5-ə. elə orada. Apız. Eləyir. Dostum, A, A-nı B, çap B. eləmədi, A minus B-ni çap. Əgər burada yazsaydı ki, A bərabərdir A minus B, onda A-nın qiyməti dəyişib olardı 5. Belə şey yoxdursa, sadəcə mən 5-i çap elədim. 5-in dəyəri dəyişmir, A-nın dəyəri dəyişmədi. A hələ də 17, 22 olaraq qalır, B də 17 olaraq qalır. Nəysə. Bu şərt ödəndi, düzdürmü? Evet. Ödəndi deyə nə edəcəm? B-nin təzə qiyməti oldu. B çıxılsın A. Bax fikir edin. Belə yazdı deyə mən B-nin qiymətini dəyişdim. Çapda yazsa dəyişməyəcəkdim. B-nin qiyməti oldu -5, bəli. Bu 5-də çapdakı 5-dir. Nəysə, B-nin qiyməti -5 oldu. İndi bu if ödəndi deyə elif nə eləsə nədir? Getdi. Altda da bir dənə print nə var? B var. Print B var. B-nin son qiyməti bizdə neçədir? Evet. -5, -5 də getdi çapa. Yəni cavab belə oldu. 5. İndi ola bir dənə söz deyim. De. Məsəl üçün indi o İndi cavab 5 -5-dir. -5 5-dir. 5 mən. 5 -5. Çünki birinci 5 çap elədi. Sonra altdan da -5 çap elədi. Sən nə deyirsən? De. elə bir ki, məsəl üçün oradakı şey olmasaydı böyle, ödənməsəydi. Bu if ödənməsəydi. Axırıncı Bu if ödənməsəydi. Elifə keçsəydi. elfə keçəcəkdim. Sanki bu Amma if o birinci if yanacaqdı. bax. Birinci ifi də Mənə bax. göstərəcəkdik. Bu ifin bu ifə dəxli yoxdur. Bu ikisi bir qrupdur. Bu ikisi bir qrupdur. Bu if ödənirsə bunu eləyirsən. Bu if ödənirsə bunu eləyirsən. Ödənməsə bax buradakını eləyirsən. Var. Sonra istəyir bu ödənsin, istəyir ödənməsin. Altdakı if 100% eləyirsən. Başa düşdün? Bax bu da onun kimi də bildiniz də. Bu ödənirsə budur, ödənmirsə budur. Bu iflə bu ifin heç bir-birinə dəxli yoxdur. Bəs yaxşı bu if elifi, elseni. Elsəndən sağda yazsaydım onda nə olardı? Bəli.
Bax, düşünün ki, bax bunu burada yazmamışam. LC-dən burada yazmışam. Sağ tərəfdə yazmışam biraz. Bax, bunun altında yazmışam belə burada. Onda nə olardı? Onda gələcək. Əgər- keçəcək. LC ümumiyyətlə if ödənmirsə, onda LC üzərinə nə edəcək? If ödənirsə üzr istəyirəm. Eşəndə xətt. LC üzərinə tamamilə xətt çəkdim, hamısı gedəcək. Amma belə yazdım deyə xətt çəkəcəmmi? Yox, hamısı hesablayacaq. Bu da ondandır. Görüm daldalı iflər var heç. Sonra bundan görməzsiniz, işləyə bilməyəcəksiniz. Bu gördüyünüzdə necədir? Bax fikir verirsiniz, bu da içsə gedir. Bəli. LC tutaq ki, if ödənmədi. Hara keçsə? İçəridəki ifə. İçəridəki if səhv olsa LC keçdi. LC keçəndə birinci bu ifi yoxlayacaq. O if olmasa LC-dir. İçəridəki Ay sağ ol. Yəni içəri gedirsiniz. Bu maraqlı sual. Bunu 100% düşünün. Eləyəməz bir deliyin əziyyət çəkin. Bunu tapmalısınız abi. Yoxsa təklərli? Axıra kimi təkrar. Ha, onda 50 dənə testdə. 50 deyil. Bax, mən indi deyirəm. Ay 5-ci sualı yazamadım. 20-ci suala baxmıram yox. Axıra kimi baxa-baxa gedirsiniz. Yaza bilsən də baxırsan, yazamasan da baxırsan. YouTube-da baxmaq yoxdur. Əzizin özünüz tapın. YouTube-a biz qoyanda baxarsınız. YouTube-dan qoymaq, baxmaq mənasızdır. Çünki baxıb cavabları köçürürsünüz. Nəysə, bu ayrı sual. Fikir verin uşaqlar indi burada. X bərabər x ögəcət hardadır? Kənarda. Ona görə if-dən də gələndə eləyəcək. Elif-dən də gələndə eləyəcək. LC-dən də gələndə eləyəcək. Niyə hamısını elədim Kamran? Çünki deyil. Baba, eyni xətt üzərindədirlər deyə. Bu eyni xətt üzərindədir deyə o birlərlə. X bərabər x ögəcət. If-də ödənsə eləyəcək. Elifə gəlsə də eləyəcək. LC gəlsə də eləyəcək. Bütün ehtimal deyil. Bəli, bütün hallarda bunu eləyəcək. Mən dalbadal ifləri axtarıram. Bazar günündə normal. Dalbadal iflər axtarıram. Gözün inşallah bir dənə dalbadal iflər tapaq. Eliflər bildinizdə biri ödənməyəndə o birinə keçmirsən. Eliflərdə asandır. Amma bir dənə dalbadal iflər tapsaydın, baba fikir verin iflərə uşaqlar. 2 dənə if var dalbadal. Birinci ödənsə də ikinciyə baxacağam. Bəli. Ödənməsə də ikinciyə baxacağam. Dəxli yoxdur. Amma altdakı LC neçənci ifdən asılıdır? Axırıncı ifdən asılıdır. Axırıncı if ödənirsə LC-yə baxmırsan, ödənmirsə LC-yə baxırsan. Bir neçə if görün var da var, 3-4 dənə if. Elə suallar imtahana düşür. Evet. Bu bildiyinizdə qrupdur. Bu bir qrupdur. Bu da ikinci qrupdur. Bir-birinə dəxli yoxdur. Dırnaq şeydə qoşan ehtiyac. 2 efenə baxır. Hə, 2 ifədə baxırsınız. Bu da yenə 2 ifədə baxırsınız bez. Mən dalbadal 3-4 if istəyirəm. Görün var mı buralarda? Amma üç deyil. Bunun üçünə baxırsınız. Ödənsə də baxırsınız, ödəməsə də baxırsınız, həmişə baxırsınız. Amma tutaq ki, bu if ödəndi. Nəysə, belə bir şey elədim. Əgər bu if ödənsə, içəri ifə girirəm. Ödənməsə girmirəm. Çünki bu if bundan eyni məsafədə deyil. Harada yerləşir Aytən? Sağda yerləşir. Sağda yerləşirsə yalnız nə zaman bura gələcəm? Bu if ödənəndə. Bəli, bu if ödənməlidir ki, bura gələm. Ödənməsə mən bura gəlməyəcəm. Yəni mən bütün iflərə baxmaq deyəndə hansı iflərdən söhbət gedir? Alt-alta, soldan eyni məsafədə olan iflərdən. İnşallah ki, indi yaza biləcəksiniz. Gedirsiniz, yazılmış sualları da yazırsınız, yazmadıqlarınızı da yazırsınız. Yaxşı-yaxşı hazırlaşıb gəlirsiniz. Oldu mən. Gedin. Sağ ol, sağ ol. Bu işin 6-cı gün. Birinci gün baxır.